Ağdamın Mirəşehirli kənd qəbristanlığı ilə erməni əsgərlərinin nəzarətində olan postların arası 500 metrə yaxındır. Belə halda həm dəfn, həm də qəbirlərin ziyarət olunmasının necə təhlükəli olmasını təsəvvür etmək o qədər də çətin deyil. Artıq 20 ilə yaxındır ki, bu kəndlərin sakinləri yaxınlarının məzarını yalnız gecələr və dumanlı havada ziyarət edirlər. Qəbristanlıq 3 tərəfdən ermənilərin nəzarətində olan postlarla əhatə olunub. Buna görə də başdaşların çoxunda güllə yerləri var. İldə bircə dəfə baxdım, bugün qorxa-qorxa çıxmışıq. Yəni əylə-əylə, qorxa-qorxa birtəhər qəbrimizi ziyarət edib qayıdırıq. Bu qəbirlərin hamısı erməni gülləsi idi. Hamısı vurublar. Düşməndir də, düşməndən nə gözləyirsən? 3 il bundan qabaq olardı. Hərə bir qəbir daşının dalına girdi. Da elə hatırla ki, o 7 ol istərəmdə necə də baş verir, elə bir hadisə burada baş verir təxminən 3 il bundan qabaq. Ümumiyyətlə təhlükəlidir. Təhlükəli zonadır ümumiyyətlə bura. Amma yenə ona baxmayaraq ziyarətə Ona baxmayaraq hamı ziyarətə gəlir, bir nəfər kimi özünüz görürsünüz. Bax, dünən, bugün, sabah yenə də hamı ziyarətə gələcəkdir. Qəbristanlığın təmas xəttinə yaxın olan hissəsindəki şəhidlərin məzarını isə ümumiyyətlə ziyarət etmək mümkün deyil. Ən əziz bizim üçün o şəhidlərdir. Biz şəhidlərdən ötəri canımızı qurban verərik. Amma gelib dəyə bilmirik. Qorxuruq, bax, ağzımızın için güdürlər, bax, o dəqiqə. Onlar bizi görür bu dəqiqə. İstəsələr hər şey deyə bilər, yer gələndə eləyirlər də. Bu istiqamətdə olan şəhid qəbirləri erməni snayperlərinin nişangahına çevrilib. Mirəşehirli kənd qəbristanlığında artıq tək-tək dəbdəbəli başdaşılara rast gəlmək mümkündür. Düşmən gülləsinə tuş gəlməməsi üçün sakinlər qəbirlərin üstünə kiçik xatirə lövhəsi vurmaqla kifayətlənirlər. Teymur Zahidoğlu, Nuruş Səfərov, Aymil İsmail qızı, TTV Ağdam.